Anamla New York'u birlikte keşfedirik. Part 1. Bugünkü dayanacağımız dünyanın en meşhur food mekanlarından biri olan Chelsea Market'tir. Bura köhnə fabrik üslubunda dizayn olunub və içəridə çoxlu restoran, kafe, yemək dükanları və müxtəlif mağazalar var. Bizi tanıyanlar çox yaxşı bilir ki, anamın yaşıl rəng sevgisi artıq ayrı bir səviyyədədir. Anamın yeganə qarşılıqsız sevdiyi kişi bilirsiniz kimdir? Təbii ki, doların üstündəki kişi. Chelsea Marketdə sadəcə yemək yerləri yox, belə maraqlı əşyalar satan dükanlar da var. Burada fərqli stəkanlar, qab-qacaq, dekorativ əşyalar və müxtəlif məhsullar satılır. Və bilirsiniz ki, mənə ən maraqlı gələn nə idi? Məhsulların fərqli və kreativ dizaynların olması. Ümumiyyətlə burada gəzmək və yeni şeylər kəşf etmək çox xoş oldu. Deyirlər bu şirniyyata görə insanlar xüsusi olaraq Chelsea Marketə gəlir. Təəssüflər olsun ki, dadını kameradan keçirə bilmədiyim üçün ən azından reaksiyamızı sizə göstərəcəm. Güzel bir şey yani. Orada Bu məşhur şirniyyatdan 2 dənə aldıq. Qiyməti $4.65 idi. Təkslə birlikdə təxminən $9 etdi. Bir də üstəlik bizə 2 dənə şirniyyat hədiyyə verdilər. Məncə anamın enerjisi işlədi. Chelsea Marketə hər şey maraqlı idi. Təbii ki, güzgülər də daxil. Bəzi yerlər var ki, sadəcə baxmaq belə xoşdur. Rənglər, əl işləri, işıqlar, özümü sanki bir anlıq New Yorkda yox, başqa ölkədə hiss etdim. Bu hissə isə mənə biraz Türkiyəni xatırlatdı. İşıqları və ab-havası çox fərqli idi. Sonra isə özümüzü Yapon mağazasında tapdıq. Burada o qədər şirin və fərqli oyuncaqlar var idi ki, baxmaqdan doymurdun. Pikachu sevənlər buranı mütləq sevər. Əlbəttə anam yenə yaşıl bir şey tapdı. Yox, artıq təəccüblənmirəm. Dəriyə qulluq sevənlər üçün də maraqlı şeylər var idi. Məsələn, mən bu məhsulu Sephora'da $25 görmüşdüm, amma burada isə $19.50 idi. Deyirlər ki, Yapon dəriyə qulluq məhsulları üzdə çox effektiv olur. Siz bu haqqda nə düşünürsünüz? İstifadə edən var? Bir də gördüm ki, anam yoxdur. Axtarıram, tapa bilmirəm. Sən demə İtalyan mağazasına gedib. Anam da boş dayanmayıb İtalyan mağazasına o qədər maraqlı şeylər tapdı ki, müxtəlif şirniyyatlar, razyanalı, taralli, əncir qurusu, hətta meyvə formasında rəngli marzipanlar belə var idi. Hər şey o qədər fərqli görünürdü ki, sanki New Yorkda balaca bir İtaliya gəzirdik. Bura o qədər böyükdür ki, hətta içində kafe də var. Aldıqlarımızı oturub sınadıq. Nə yalan deyim, bəyənmədim. Xoşunuza gəldi xanım. Çok güzel, maraqlı. Həqiqətən də hərdən adamın ürəyini açan yerləri ziyarət etməlidir, gəzməlidir. Allah ziyarətgahımızı qəbul. Part 2-də isə sizə Chelsea Marketdən sonra getdiyimiz ən gözəl gəzməli yerləri göstərəcəm.